Yorğunluq, halsızlıq, diqqət dağınıqlığı demək olar ki, müasir insanların əksərinin ümumi ortaq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının Harvard Tibb Məktəbinin apardığı araşdırmada deyilir ki, 1950-ci illərdə insanların yediyi qidalarla indiki qidalar arasında fərq var. Əslində qidalar eynidir, amma əsas məsələ onların tərkibindədir. Yəni 1950-ci ildə olan qidaların tərkibindəki vitamin və minerallar indiki qidalarda yoxdur. Daha doğrusu 60% azdır. Yəni biz 1950-ci ildəki insanların səviyyəsindəki vitamin və mineralı almaq üçün onlardan 2 dəfə çox qida yeməliyik. Bu da gətirib köklüyə çıxaracaq. Köklü isə özlüyündə başqa problemlərə yol açır. Ona görə də inkişaf etmiş ölkələrdə, Avropada insanlar qida əlavələri ilə bunu həll eləyiblər, bu əksikliyi aradan qaldırıblar. Vitamin və mineralların bədənimizdə düzgün işlənməsi üçün isə bizə yağ turşuları lazımdır. Xüsusilə omega 3 yağ turşusu lazımdır. Omega 3 əsasən balıqda olur. Həftədə 2-3 dəfə həkimlər balıq yeməyinizi məsləhət görürlər. Əgər sizin qida rasionunuz yetərincə deyilsə, vitamin və mineral çatışmazlığınız varsa, onda qida əlavələrindən də əlavə dəstək kimi istifadə edə bilərsiniz. Bunlardan biri Sun Life'ın A'dan Z'yə lutein tabletləridir. Bir tabletin tərkibində 24 vitamin və mineral var. Eyni zamanda tərkibində lutein olduğuna görə göz sağlamlığımız üçün də faydalıdır. Almaniya istehsalıdır. İkinci məhsulumuz isə Sun Life'ın omega 3 yağ turşularıdır. Bu da Almaniya istehsalıdır. Qida Təhlükəsizliyi Agentliyindən sertifikat alıb, keyfiyyətinə əmin ola bilərsiniz. EPA və DHA tərkiblidir. EPA damarları qoruyur. DHA isə beynin demək olar ki, əsas tikinti materialıdır. Beynimizin 60%-i omega 3 yağ turşularından ibarətdir. Bax, ona görə də vitamin və mineral əksikliyinizi Sun Life'ın təklif etdiyi bu 2 məhsulla birlikdə aradan qaldıra bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.